Apollo doğuların yemin gətbəri vermez ola. Uzun illərdir kənd təsərrüfatı ilə məşğuliyyətimiz ancaq əkinçilik, biçincilik idi. Bir müddət keçəndən sonra iri buynuzlu heyvan almaq niyyətinə düşdüm ki, bunu necə eləyim ki, əldə eləyim. Ancaq maliyyə cəhətdən imkanım yox idi. Bir müddət keçəndən sonra eşitdim ki, rayonda bəs belə bir məşğulluq idarəsi açılıb, orada bəs heyvandarlıqla təmin eləyirlər. 2025-ci ildə müraciət elədim. 2026-cı ildə təsərrüfatdan mənə heyvan verdilər. Allah canlarını sağ eləsin. Allah, bu sənin payın. Allah. Hə, dur ye. Və həmin heyvanları da indi bugünkü günümə saxlayıram. Balalarını da artırmışam və təsərrüfatda olan bütün çətinliklərə qarşı qabaqda qış gəlir. Həmin qışlama dövrünə qarşı nə lazımdır tədarükümü görmüşəm. Heyvan götürməyi asandır, amma onu yerini saxlayıb yerini yetirmək çətindir. Bu gün aldığım heyvanlardan ikisi doğub altında balası, südlərini sağıram, istifadə edirik. İndi Allah qoysa gələn üçü də doğacaq. Hadi. Sen unuttun, ver. De düzeltti buranı. Cənab Prezidentin bu qərarından istifadə edin. Təsərrüfat yaradın özü üçün, heyvandarlıq yaradın. Alın, saxlayın, hər cəhətdən istifadə edin. Südündən, qatığından, bugün kəsib xeyrində, şərində, ətindən istifadə edin ki, qoy südün içində çətinlik olmasın. Cənab Prezidentin ki, rast ki, belə bir qərarı var, hamımız istifadə edək bundan. Allah onun canını sağ eləsin. Böyük minnətdarlığımı bildirirəm ki, bizə göstərdiyi qayğıya görə. Çox sağ olsun. Qoy soğusun, bu çayımız soğusun. Çay da verəcəm, çay. Aha, otur gəl. Bu da ye. Ay sağ ol. Aha, işte badı.